Sentyabrın 17-sində Konstitusiya və Suverenlik çərçivəsində Ağcabədi rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 18 sentyabr Milli Musiqi Günü münasibəti ilə ümumrayon bayram tədbiri keçirilib. Muğam ustadı Yaqub Məmmədovun adını daşıyan Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, şəhid ailələri, rayon ictimaiyyəti, en saylı hərbi hissənin əsgər və zabitləri, habelə muğam musiqi sevərlər iştirak ediblər. Öncə mərkəzin foyesində mərkəzləşdirilmiş kitabxana sisteminin təşkil etdiyi sərgilərə baxış keçirilib. Tədbirin aparıcısı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxaliyeva tədbiri açıq elan etdikdən sonra nəğmələrimizin baş tacı, musiqisi elə dahi bəstəkar Üzeyir bəyə məxsus olan dövlət himnimiz səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov öz çıxışlarında qeyd ediblər ki, doğma Ağcabədidə dünyaya göz açan bəstəkar dünya musiqisinə olduqca qiymətli və tükənməz xəzinə bəxş edib. Şərqdə ilk operanın müəllifi olan korifey sənətkar musiqi dünyasının zirvəsini fəth eləmiş, Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır. Milli musiqi sənətimizin qızıl imzalı korifeyi Üzeyir bəyin nuru ziyası Azərbaycan musiqi sənətini bundan sonra da əbədi olaraq işıqlandıracaqdır. Nə qədər Azərbaycan musiqisi var, muğamı var, Üzeyir bəydə var. Nə qədər Azərbaycan operası var, Azərbaycan səhnəsi var, bütövlükdə Azərbaycan xalqı var. Bundan sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi, o cümlədən Ağdam, Tərtər və Bərdə musiqi kollektivlərinin ifasında əksəriyyəti Üzeyir bəyin repertuarından olan ölməz əsərlərdən ibarət rəngarəng konsert proqramı təqdim olunub. İfa olunan əsərlər, opera və musiqili komediyalardan hazırlanmış səhnələr, o cümlədən rəqslər tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Adınla bizim ana yurdumuz. Ölüm sevinməsin qoy. Ömrünü vermir bana el qədrini canından da əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdı dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Mən bu kiçik şeiri yazıram göz yaşımla. Çünkü vidalaşıram bir ürək sirdaşımla. Bilirsən, bilirəm, yar halı dilim zayaya, bilirdim, bilirəm.
Sonda bir qrup fəal mədəniyyət işçisi Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar. Əziz Ağcabədililər, Milli Musiqi Gününüz mübarək olsun. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.